Deməli qardaş götürüb zəng eləyib tanınmış telekanallardan biridir ki, bizim verilişimiz var. Verilişimizdə əmlaka aid mövzular keçəcək. Orada sizi qonaq kimi dəvət eləmək istəyirik. Gəlin siz də orada əmlakla bağlı sorğu-suallar olacaq. Fikirlərinizi bölüşün, eləyin. Gəlin qonağımız olun. Dalından da mənə deyir ki, e, siz orada qonaq kimi dəvət edirik. Sizdən 500 manat ödəniş istəyirik. Birincisi, mən təqribən bir 2 ilə yaxındır televizora baxdığım yadıma gəlmir. Mənə elə gəlir ki, çox adam da televizora baxmır. Bu bir. İkincisi, sən əgər məni dəvət edirsənsə öz verilişinə, sən elə mənə ödəniş elə də. Mən niyə sənə ödəniş eləyim? Çünki sən mənə zəng eləmisən, yəni sən dəvət edirsən. Elə sən öyle ödəniş elə mən gəlim də. Mən niyə sənə ödəniş eləyim ki? Elə bir də ki, indi kim televizora baxır? Hamının əlində Instagramdır, TikTokdur. Yəni onu da belə pis çıxmasın. Bizə kifayət qədər izləyicimiz də var. Yəni bizim üçün ehtiyac deyil. İndi kimsə hansısa əmlakçı radioya və ya da televiziyaya götürüb 300-500 manat ödəniş eləyib gedib orada verilişdə boş-boş söhbətlərlə, sual-cavabla vaxtını itirirsə, onu deyə bilmərəm. Bizə maraqlı deyil.